danışırsan ay. Doğrayacağım. O mənim ad günü hədiyyəm idi. Şoklardayım. Niyə uşaq istəmirsən? Sən niyə uşağın yox? Heç atası ölən qızı oxşamır. Bunlar açmayaq. Lap gətirib mənə. Səni pis vəziyyətə qoymayacağam. Sən hardan bilirsən kim pis vəziyyətdə qalacaq? İlk qazancım. Astroloq, xəritə, analiz, hər şeydə travmaya bağlamaq məni baba bura yığıb. Bizim ailəmizdə belə qızı çox gülür. Mən də ondan follow elədim. Qarşılıqlı unfollow. Yağmurcuğum. Həyat yoldaşı mənim, mədə mənim. Özüm bilərəm kimin pulu ilə kimin nəyini harama göndərirəm. Hellolar. Evimə xoş gəlmisiniz. Buyurun. Qonaq otağımıza xoş gəlmisiniz. Hər ikimizin profili bu olduğuna görə biz bugün belə çəkəlik. Özümə elə qonaq axtarıram ki, profili eyni olsun. Əslində mənə elə gəlir ki, profil söhbəti adamın özündə çox fərq eləyir. Kənardan baxan o qədər də fərq görmür. Yox, belə deyil. Bax, məsələn, buradan bax. Hə, okey. Görürsən fərq? Biraz da. Burunda, yoxsa kənarda? Yox, deyə bilmərəm nədir. Amma fərqli. Deyəm, baxım indi sənə yandan. Baxdım, okey. Bu tərəf, o qədərdir ki, bu tərəfindən ötürü ürəyim gedir. Hə. Bu tərəfindən ötürü zəhləm gedir. Bax, bildiyin, yəni o yan bu yan deyil. Nəysə, söhbətimiz bitsə, xoş gəlmisiniz bir daha. Silkələnən lüstramız var. Bayaqdan bilmirik, zəlzələ baş verir, yoxsa tufandan silkələnir, yoxsa dəvə oynayanda qar yağar deyə. Bu çəkiliş vaxtı, nəysə uzatdım. QR-ı skan eləmək istəyirəm ki, baxım. Orada hansı mahnıdır? YouTube link açıldı. Sizin mahnını... İzajallıbından alırıq. Sizin mahnını blok eləyiblər. Bizim toy rəqsimizin mahnısıdır. Bu 6 ildə ilk dəfədir şok yaşayır. Şok yaşayır ki, onu skan eləyibdilər. Həmin o, sizin birlikdə rəqsiniz. Azərbaycan mahnısıydı. Bəli. Eşqimin bəxti. Çox qəşəng mahnıdır. Ümumiyyətlə belə nostalji abu-hava. Mən çox nostaljik biriyəm və belə dururam, yəni əslində indi okey düşünürəm keçmiş falan filan, amma 23-24 yaşımda da oturub belə nostaljik hisslər yaşayan biriydim də. Yəni adama deyərlər, ay bala, sən nələ ömrün qabaqdadır. Hə, bu hansı günü və deyir nostalji yaşayırsan. Amma hə, elə biriyəm. Səyahət planlarımızın qurulduğu həmin o möhtəşəm masa. Belə eləyirəm, amma çevrilirəm bu profiliməyi. Bütün qonaqlıqlarda burada olur. Təbii ki. Mən sənə bir söz deyim. Biz digər evimizdə çox dəhşət, rahat, geniş divanımız var idi. Amma masamız biraz balacaydı və stullarımız narahat idi. Və biz adətən qonaq gələndə stolda otururduq. Yemək yeyib tez qaçırdıq, divanda çökürdük. Amma burada ona görə çox diqqət elədim ki, stullarımız ekstra rahat olsun ki. Bu bitkini isə mənim sevimli videoqrafım ad günündə hədiyyə edib mənə. Mən bütün bitkilərin qənimiyəm normalda. Mama mənə böyük ağaclar falan filan verir. Hamısının kökü kəsilir bir neçə aya. Amma sulayıram, ya artıq sulayıram, ya sevgimi tam verəm. Amma bir ildən çoxdur, il yarımdır ki, necə sevgi ilə veribsə və də necə sevgi ilə baxıramsa, yaşayır, hələ ki həyata tutunmağa çalışır. Bu arada Aytən bizi hal-hazırda çəkən xanımdır. Çox qəşəngdir. Aytən, qabaqda apreldə ad günümdə Aytən. Evləri gəzdirik, sənin evində aprelə kimi gör nə qədər münasibətimiz olacaqdır. İlk sualı vermək istəyirəm sənə. Mənə maraqlıdır ki, nəyə görə Snigarıçka? Çünki özüm baxdım və fikirləşdim ki, soyadın Quliyevadır. S hərfi nə ilə əlaqəlidir və əksəriyyəti çaşıb sənə Snegurıçka və s. deyir. Çox adam Snegurıçka deyə bilir. Hətta Snigarıçka deyəndə çaşanlar olur və hətta adımın Nigar olduğuna bəzən mən bilmirdim. Yəni adımı belə bilməyənlər olur. Əslində bir-iki dəfə deyəsən demişəm. Bir tələbə vaxtı olanda da hardasa 15 il olar. Xalam oğlu mənim yeni ilimi təbrik eləyəndə Happy New Year Snigarıçka yazdı. Snegurıçkanın içinə adımı yerləşdirdi, Nigar adını. Mənim də çox xoşuma gəlmişdi. Ondan sonra da artıq bu Instagram falan açanda o addan istifadə elədim. Amma sonra çox istifadə eləyirdim deyə Instagram, belə addiktiv olmuşdum deyə onu sildim. O vaxtda siləndə geri gətirmək olmurdu adı. Ona görə mən yenidən ad seçəndə Snigarıçka
Bir dənə də ağırlıqla alır. Aynen. Hə. Onu istifadə Amma- edirəm. Yəni səbəb budur. Snegurочка ilə əlaqəsi var imiş. Var. Mən düşünürdüm ki, əlaqəsi yoxdur, var imiş. Var. Evdə səni Ayaz və ya ailə üzvlərin, dostların necə çağırır? Məni uşaq vaxtı mamamgil filan Nigu çox çağırırdılar. İndi də onlar Nigu deyə səslənə bilirlər. Bəzi dostlarım Nigarочка deyir, bəziləri Nigar deyir. Ayazla isə həmişə canım. Əsəbləşəndə də canım belə. Alaşırsan amma canım. Yəni o tonlamalarla dəyişir. Oynayırsınız. Sənin yaxınlarının, dostlarının, tanışlarının səndə sevmədiyi bir xüsusiyyət. Mən tam dəqiq deyə bilərəm ki, başqa xüsusiyyətlər də ola bilər ki, sevməsinlər, mən bilməyim, amma dəqiq bildiyim odur ki, narahatçılığım. Dəhşət narahat insanam, dəhşət. Nə mənada? Narahat oluram da hər şey barədə, məsələn, o necə olacaq, bu necə olacaq, onu elə eləyəcəyik, bunu dəqiq hesabladıq. Hayda, buna bu söz deyildi, o belə. Yəni hər şey barədə mən çox narahat insanam, dəhşət. Sənin Ayazda dəyişmək istədiyin bir və ya bir neçə xüsusiyyət. Dəyişmək istədiyim heç bir şey yoxdur açığı. Çünki bir insanı bütün olaraq sevirsən də məncə ki, məsələn, hansı çox dəhşət səni narahat edən bir şey varsa, onu ya deyirsən, ya boş verirsən kimsədən, əgər çox deyilsə. Məni belə dəhşət çox narahat edən bir xüsusiyyəti yoxdur deyə dəyişmək istədiyim bir şey yoxdur. Heç bir xüsusiyyət. Biz Cüzi narahat elədiyi qoy hansı məsələn? Qoy düşünüm. Corablarını qıraq. Yo. Evin pintisi məncə mənəm. Ağlıma gəlmir nəsə. Amma yadıma düşsə sizə göndərəcəm, yazılı altdan qeyd edərsiniz. Montaj olunana qədər. Altdan olurdu verilişlərdə altdan gedirdi. Lalə mən səni sevirəm. Mən məsələn belə Cüzidən bilirəm, amma yenə də izləyənlərin bəlkə məlumatı yoxdur deyə bu sualı verirəm. Tanışlıq hekayəniz. Əslində bunu mən postda paylaşmışam özüm. Biz əslində Instagramdan followlaşmışıq ilk dəfə. Mən səyahətdə idim, Ayaz follow elədi. Mən də bir qəribə bir şəkildə niyə sonu follow back elədim? İngiltərədə idim. Başladıq elə oradan-buradan danışmağa, səyahətdən, Christmasdan filan. Dəfə görüşdük. Elə səyahətdən hə, vallahi. Sonra gəldim Bakıda bir dəfə görüşdük. Mən Ayazdan 0 elektrik aldım. Yəni bilirsiniz necə? Baxırsan insan da çox yaxşı oğlandı da, əla oğlandı. Prosta elektrik yoxdur da, tst eləmir. Başladım biraz ignor eləməyə Ayazı. Bu hərdən bir yazırdı, amma o zamandan o da normal anladı ki, şeydi. Bir neçə aydan sonra unfollow elədi məni. Mən də onu unfollow elədim. Qarşılıq. Bəli, qarşılıqlı unfollowlaşdıq. Amma Ayaz mənim storylərimə baxırdı, stalk eləyirdi məni. Uzun müddət sonra mən yenə səyahətdə idim və dedim ki, storyimə baxsa, mən yazacağam ona. Demək sənin də ağlında var idi. Çox yox idi, dəhşət yox. Prosta uca baxmırdı, az baxırdı. Mən də totem elədim də ki, baxsa yazacağam. Nə gedirəm məndən. Baxdı. Mən bu totem eləyəndən 20 dəqiqə sonra baxdı. Hə. Mən də girdim yazdım ki, why did we unfollow each other? O da yazdı ki, altdan translate eləyərik. Lalə mən səni sevirəm. Elə oradan başladıq tanışmağa. İkinci ilk görüşümüzdən sonra 5 ay sonra evlilik təklif etdi. Qısa müddət. Hə, əməli qısa müddət. Mən elə gəlirdi ki, sizin uzun müddət qısa müddət. 5 ay sonra evlilik təklif elədi, 5-6 ay sonra da evləndik. Onun üçün gözəl çay dəmləmişəm, mixəkli, kəkotulu, nə var hamısını atmışam içinə. Hə, bura bizim mətbəximizdir. Çox qəşəngdir. Mən də çox sevirəm. Çox genişdir və aydınlıqdır. Mən də çox bəyənirəm. Ümumiyyətlə bu konsepti çox bəyənirəm ki, evdə qonaq olanda, kimlərsə olanda, dostlarla sən burada nəsə bir iş görsən belə uzaqda deyilsən, birlikdə. Ona görə mən bu konsepti çox bəyənirəm. Mamamın bizə ev hədiyyəsini Çox qəşəngdir, çox şirindir. Kofe içən Ayazdır, onundur yəni. Aça bilirik buranı. Olar, icazə verirəm. Aha, nə qəşəng səliqə. Sən məncə ümumiyyətlə xamaratsan. Mən istəyəndə hamaratam, istəməyəndə Qəşəng qoxular gəldi. hə, buradan yəqin ki. Burada çaylar var, nə bilim, boranı tumu var, peanut butter var. Bura bizim abur-cubur polkamızdır. İndi bomboşdur. Diyetdə olduğumuzu baxanda bilmək olur. Ancaq sevinçqə var. Çox arıqlayıb və çox qəşəng, çox fit görsənir. Ayda xaldilik boş deyə diyetədayıq deyirəm. Ancaq göyərti var, qatıq var. Boşu göstərək. Mən baxmıram, bax. Bu mənim deyil, bunu Ayselçi gətirib, kabab gətirib mənə. Kabab və turşu. Və turşu mənə özəl. Bilir də mən nəyi sevərəm. Göyərti, yumurta, qatıq tvarov. Konfet görürəm amma orada yuxarıda. O indi daha olsun da adam balası yaxında deyir, normal yeyən. Qoyuruq qabağına ki, iç çayla. Əsas məsələ. Hə. Əsas məsələ var.
Mamanın, Ətlər məsəl mamanın buradadır. bütün hədiyyələri buradadır. Bütün kotletlər, mama mənim üçün Gör. özəl toyuq kotletləri hazırlayıb qoyubdu. Nə gözəl. Altda da ətlər hazırdır Nə bişməyə. gözəl. Bütün analara burada. Bəli. Sevgilər, sayğılar. Bəli. Təsəvvürlə hazırı var, onu da yüzündə bir bişirirəm. Utanmıram da. Zato başqa hansı xüsusiyyətlərim var? Müsbət. Yaxşı qızam. Heyvanı göstər. Yox, heyvanı göstərməm. Olmamış. Səhər heyvanı ha yudum, o üstünün rəngi kiri pasağı getmir elə. Bax belə heyvadır. Zaten organikdir rayondan gəlir. Hər məni görərdiniz. Həşir. Görsə bizə hazırlaş. Rəylər rubrikasına keçid eləmiş olduq. Sənin profilində olan izləyicilərin və ya səni izləməyən şəxslərin yazdığı rəyləri oxumaq istəyirəm. Müsbət və mənfi. Və sənin cavabını gözləmək. Gəlmə bunları əvvəla şirniyyatları qablara qoyum, sən də başda Tamam. Şəkərsiz və glutensiz Bəli. şirniyyatlarımız. Buraya yerləşər səncə? Məncə yerləşər. Ha, okey. İlk rəyimiz Ayazla birlikdə paylaşımlarınıza aiddir Aha. və burada bir xanım qeyd eləyir ki, ailə məhrəmi deyə bir şey qalmayıb. Ailə içi zarafatları niyə hamıya təqdim edirlər? Hamının evində belə zarafatlar olur, amma publika üçün yox. Belə deyim, mən həqiqətən mənfi rəy gələndə ona belə baxmıram da. Otururam məsələn, mənə çox gəlir ki, ay bu qız da çox gülür falan filan. Mən bu rəy çox gələndə oxuyurdum bunu və deyirdim ki, yəni bir dənə o insanın yerinə özümü qoyum, özümə baxım. Ki bəlkə doğrudan çox gülürəm. Bəlkə bu əsəbləşdirir kimisə, səbəbi falan filan. Sonra gördüm ki, biraz özümü məsələn kontrol etməyə çalışdım ki, qoy biraz az gülüm. Sonra gördüm ki, yox axı, onda fake oluram mən. Olanım budur. Neyniyə bilərəm. Amma yenə deyirəm, nəsə həqiqətən rəy olanda mən onun tərəfindən baxmağa çalışıram ki, bəlkə özümdə nəsə düzəlişlik bir yeri var. Olduğu da olur. Amma məsələn, bu rəydə bizim ailəmizdə belədir. Biz zarafat ayırd eləmirik. Ha publika, ha evin içi. Bizə okeydir onu göstərmək, yəni. Sənin heyvaların. Aha, mənim küsələdiyim heyvalar. Nə gözəl gördüm bunlar. Mama gilə hər qonaq gələndə Gözlə stəkanlar gətir. Mira Məlikzadə. Adını soyadını. Adını niyə deyirsən yazıq qızım? Bəlkə heç Niyə bilməz. yazır? Niyə mənfirə yazır? Okey, yaxşı. Deməli ona okey. Mən bugün öz detoks çayımı içirəm, ona görə mənim dəmim ayrıdır. Ən zəhləm gedən hərəkət. Ayıbdır vallahi heç düz deyil. Digər xanım bunu yazır. Bir neçə rəy oxuyuram. Heç vaxt etməmişəm, etmərəm də. Xoşum gəlmir qaraçılıqdan. Mən Ana mama evindən, geldən ət apardığım. Əvvəla buna bir Turşu da var. açıq. Varyanyadır. Yo, turşu Mürəbbə. var ya qaynanam gildəndir. Ətlər mamam gildəndir. Deməli, mən bunu açıqlama gətirib. Mən bir post paylaşmışdım. Bir ətləri yığıram əməlli başçının içinə, evə aparmağa. Ayaz da arxada yeriyir ora-bura. O mənim ad günü hədiyyəm idi. Mama demiş ki, sənə nə hədiyyə eləyim? Da ət, zaqatovkalar filan istəyirsən? Dedim, hə. Mama da əməlli başlı kotletlər, ətlər, küftələr, hər şeyi hazırladı və mən getmişdim ad günü hədiyyəmi götürməyə. Ən praktik hədiyyə. Onu yazana şeydir, bu gecə rahat yata bilər ki, ay çox şükür. Sırf bu kommentə deyirəm, həmişə kommenti yazanı düşünürəm ki, o tərəfdən bəlkə fərqli görürəm, bəlkə nəsə düzəldə bilərəm. Sırf bu kommentdə demək istəyirəm ki, bacı, ana mənim, ət mənim. Həyat yoldaşı mənim, mədə mənim. Özüm bilərəm kimin pulu ilə, kimin nəyini harama göndərirəm. Məncə bu da paxıllıqdandır. Vallahi kim istəməz, qız istəməz ki, hazır zaqat. Mən hər şeyi paxıllığa bağlaya bilən insan deyiləm. Paxıllıqdan olduğunu hər şeyi düşünmürəm. bunu bağlayır. Düşünürəm ki, biraz bu şeydir. Atlarda olur, kənarı görə bilməsin deyə belə. Qaçanda ora-bura baxmasınlar deyə olur belə. Hə, şeydir. Elə baxan insanlardır məncə həyata. Səndən fərqli yaşayanlar da var, səndən fərqli, nə bilim, həyat tərzi olanlar da var. Özündən başqa heç kəsi bəyənməmək kimi görürəm mən bunu. Çaylarda da ödür, şeydir, çaylar. Baxmısınız ona? Bu stəkanlara bu sən. Çaylar. O kadrı tapıb qoyun da. Mən deyərəm hansı serialdandır. Türklərin bir dənə serial var, Çaycı Hüseyin de deyərsən. Belə balaca boy Çaycı kişidir. Hüseyin. Hə, yaz nə? Çocuklar duymasın idi. Çaylar yazsan çıxacaq. Çaylar yaz. Çaylar. Yok, adamlar ödemeyecek parayı. Kim ödemiyor? Yəni çaylar. Gəlin çayları sonra qoyum, istəyəndə içə biləsiniz. Desertləri də kəsib yarı bölüm gətirib. Burada kıstativ tatlı şokoladlarımız var. Amma bunlar da var. Hamarat. Çıxınlı qab lazım deyil buna. Bunlar mamamın o dönəmdən Allah. olan qablardır. Mənə cehiz verib. Yəni evdən sadəcə ət götürüb.
Mama köynəyini də götürür. Evi babelə. Qavqacaq. Çox danışırsan ha. Doğrayacaq məni. Biz bir rubrikaya mən bir çay düzəldib qutara bilmədim. Da bayaqdan nəsə iş Əlləşir. görürəm. Я тебе Canon dam. Ты пару кадров сделал. Mən hansından verim? Mənə Bundan yaxşı. çox gözəl görsənir Değil mi? gözümə. Ən gülməli rəyə Bluebake'dan şirniyyat, desertlar hədiyyə olacaq. Ona görə ən gülməli rəylərinizi gözləyirik. Mütləq. Bu videonun altında şərh bölməsində. Mütləq. Deyir ki, o evdə gəlin varsa Hə. götürməzdim. Hə. Gəlin yoxdursa. Yəni o qədər mövzuya fokuslanıb həmin insan. Gəlin varsa neçə yaşı var? Demografik bütün suallara cavab verib. O kimdir bilirsən? Gəlindir. Özü də Baldızı gəlir daşıyır. O rəfiqəsi. da əsəbləşir. Deyir ki, bu bəyə o qədər simpatiyam var ki, həyatındakı xanımın işığını, həyata enerjisini söndürməyib, əhsən. Allah hər zaman xoşbəxt eləsin. Allah razı olsun. Allah boğazında qaldı. Gözləmirdim. Pis rəyə Şoklar öyrəşmişəm. dayan. Təşəkkür edirəm. Çox sağ olun. Çox xoşdur. Hər kəs nə görmək istəyirsə, elə baxır bütün situasiyalara məncə. Sağ olsun. Yəni əminəm ki, bunun özündə də elə biri ya var, ya olacaq. Ümumiyyətlə düşünürəm ki, həmişə belə fikirləşmişəm. Münasibət iki tərəfdə olmalıdır. Yəni o deyə bilmərsən ki, ay məsələn deyirəm də, qız nə şəndir, nə pozitivdir. O bəxtəvərdir ki, oğlan bəxtəvərdir ki, onun həyatda belə qız var. Və ya sırf deyə bilmərsən ki, bəs qız bəxtəvərdir, qabağına belə oğlan çıxıb. Yox. Onlar hər ikisi öz-özlüyündə bir-birinə uyğun insanlardılar və bir-birini tamamlayırlar demək ki, əgər elə görünürsə, yəni elə olmur ki, mən düşünürəm, bir tərəf ay super yaxşıdır, bir tərəf ekstra pisdir. Bunlar hamısı üstündə işlənilən münasibətlərdir məncə. Qarşılıqlıdır. Onları məsələn yoldaş seçimində sənə tövsiyə eləmək istərdim ki, onların da işığını söndürməsinlər. İstədikləri kimi geyinə, yaşaya, gülümsəyə, əylənə bilsinlər. Mən azım şokolad deyil. Gözünün dişlərində şokolad olmaz. Başdan başlayayım. Yo, davam elə. Mən unutdum, başdan başlayıram. Hə, tamam. Necə istəyirsən? Sən verilişi başdan başla. Yox, çox sağ ol. Sual nə idi? Sual elə nə tövsiyə eləyərdin xanımlara? Ancaq xanımlar deyil də insanlara ancaq, yəni onu deyə bilərəm ki, əsas insan özündən gərək xoşbəxt olsun, özünlə qane olsun ki, daha sonra həyatdan, hər şeydən zövq ala bilsin. Yəni sən özünlə türklər demiş, tatmin olmadığın müddətcə heç bir partnyor, heç bir dost və ya heç bir tanış, heç bir iş səni tamamlamayacaq məncə. Sən özün elə olduğundan xoşbəxt olmalısan, öz istəklərin olmalıdır həyatdan. Əsas özlərini tamamlasınlar. Məncə partnyor onsuz da qismət olaraq gəlib axır əvvəl normal birisi tapılacaq, özlərinə uyğun. Sonuncu rəyimiz. Əslində bu rəyi oxumamışdan əvvəl qeyd etmək istəyirəm ki, özüm də anlayıram ki, bu mövzu təbii ki, şəxsi mövzudur və sənin bu barədə çəkdiyin video da var idi və məncə o çəkdiyin video nə sual gələcəyini bilirik artıq hamımız. Ən ciddi videodur sən paylaşdığın, bəlkə də yanılmıram da oradan da elədi. Və orada səsləndirdiyim bütün fikirlərdə tamamilə razıyam. Bunu nəyə görə indi deyirəm ki, sən o fikirləri, əgər təbii ki, eyni fikirdəsənsə, bir daha səsləndirəsən, sadəcə post paylaşdın, öz izləyicilərin gördü. Amma bu veriliş sayəsində bəlkə digər xanımlar, bəylər, gənc ailələr də onu eşitsin bir platforma kimi. Çünki bəzi ailələrdə belə təzyiq göstərilir. Ona görə istəyərdim ki, bunu səsləndirəsən, əgər sənə də uyğundursa və rəyi də oxuyuram ki, sənə səsləndirməyə daha qaza gələsən. Boş danışma, övlad uşaq kimi gözəl nemət yoxdur dünyada. Biz bununla tamamilə razıyıq. Amma və lakin. Yəni əslində mən sən dediyin kimi bütün fikirlərimi o postda cəmləməyə çalışmışam və mənim ümumiyyətlə bu illər ərzində kontentim daha çox belə gülməli tərzdədir deyə bütün mövzuları da belə zarafata salaraq mənə gülməli görünən tərzdə göstərirəm deyə artıq mənə çox kommentlər, mesajlar gəlirdi ki, bezdik da bu mövzudan filan, amma insanlara çatdıra bilmirsən ki, sən təsəvvür elə 3-4 post görmüsən, bezmisən. Amma mənə o qədər mesaj gəlir, o qədər komment gəlir ki, gör mən nə qədər bezmişəm. Və mənim dediyim də əslində uşaq istəmək, istəməmək, yaxşı ana olmaq, olmamaq, ümumiyyətlə yəni uşaq mövzusunda seçim məsələsidir ki, insanları öz seçimindən rahat başa buraxmırlar. Əl çəkmirlər o insanlardan. Bəlkə birinin uşağı olmur.
Bəlkə birinin maddi vəziyyəti buna uyğun deyil. Bəlkə ümumiyyətlə birisi bu məsuliyyətə hazır hiss etmir. Yəni burada o qədər sadalana bilən nümunələr var ki, faktorlar var ki, sən demişkən. Yəni bir insana durub sən niyə uşaq istəmirsən, sən niyə uşağın yoxdur demək çox mədəniyyətsizdir məncə və bilə-bilə bir insanı incitməyə çalışmaqdır. Yəni bunun başqa bir açıqlaması yoxdur. Bəlkə mən deyəcəm ki, uşağım olur. Yəni sən deməli bu cavaba hazırsan. Yox, o məncə o cavabdan sonra belə bir şey olmayacaq. Narahat olma falan. Yəni mənim dərdim odur ki, uşağın olub olmamağı deyil, uşaq istəyib istəməmək də deyil. Dayanmadan edilən təzyiqlər. Bu təzyiq övlad yoxdursa da edilir, varsa da edilir. Hər mövzuda edilir, o da məsələ. Kəsiləcək yoxsa yox, ümumiyyətlə mövzu kimi demək istəyirəm ki, biz indi İtaliyada olanda yayda Xaçagillə birlikdə getmişdik və onların övladı yoxdur və olur ki, biz səyahət eləyirik də, onlar da sevirlər, daimi olaraq səyahət eləməyə gedirlər, gəlirlər. Hələ ki hazır deyilik. Vəsə. Və biz gedəndə mən bir dənə post paylaşmışdım Ayazla birlikdə. Mənim Ayaz. Oğlumun adı Ayazdır. Onu paylaşmışdım ki, biz indi gedirik və başqa vaxt olsaydı mən çox xoşbəxt olardım ki, mən səyahətə gedirəm, çox sevinərdim. Amma ürəyimin bir parçası burada qalır deyə mən tam olaraq xoşbəxt ola bilmirəm və doğrudan da o an elə hiss edirsən, özünlə də götürə bilmirsən. Çünki onun üçün də bu diskomfort olacaq, sənin üçün də diskomfort olacaq. Heç biriniz ləzzət almayacaqsınız. Amma ürəyimin bir parçası orada qalır və ora o qədər rəylər gəlir. Nə vacibdir, gedirsən. Yadımdadır. Gözdə böyüsün, sonra gedərsən. Mən o biri otağa getmirəm, uşağımı qoyub cəmaata baxar. Siz gərək vəbşi sən o otaqdan çıxma. Hə, xahiş edirəm, sən o otağa yerləş. Ömrünün sonuna qədər orada qal. Biz orada Xatirə ilə eyni dialoqumuz var idi ki, o da deyir ki, mənə də deyirlər ki, uşaq müstəmaniyyətçili deyil ki, səyahət. Ona onu deyirlər. Hə, yəni olana deyirlər ki, necə yəni, səyahət. Mən də bu gəncliyimi axı ilk dəfə yaşayıram, bir dəfə yaşayıram, bir dəfə gənc olacağam. Bu yaşımda bir dəfə olacağam. O böyüyənəcən, yəni mən istəyirəm ki, bu imkan, maddiyyat hal-hazırda var. Onu hal-hazırda xərcləmək istəyirəm. Yəni demək istədiyim odur ki, nə Xatirəyə günüzü vermirlər, nə mənə günüzü vermirlər. Birinci də doğandan sonra deyirlər ki, ikinci. Bacı, qardaşa qardaş. Bir uşaq tək o böyüməməlidir. Bu arada sən tək uşaqsan. Mən tək uşağam. Və xoşbəxtsən. Çox Bunu həmişə sənin nümunə kimi çəkirəm hər yerdə. Çox adam yazır mənə onu. Bir də görsə yazdılar ki, nigar hamısı tək uşaq olmusunuz. Mənim də bir övladım var. Bilmirəm necə olar, xoşbəxt olar, amma siz mənə deyin də təcrübəmsiz. Yəni mən də deyirəm ki, yəni mən xoşbəxtəm. Uşaq vaxtı uzaqbaşı, hə, bəzən məsələn mənim ən məşhur sözüm oydu ki, mama, darıxıram. Amma o məncə dayda yaxşı oldu ki, mən özümlə oynamağı, özümlə əylənə bilməyi öyrəndim. Yəni fikirlərin eyni olaraq qalır. Bəli. Bu mövzulardan savayı elə bir rəy olub ki, doğrudan da xətrə deyib və ağlında, yaddaşında qalıb ki, bunu fikir eləmisən. Böyük ehtimal olubdu bir neçəsi, amma sən deyən kimi ağlıma biri gəlir. Atam yeni rəhmətə getmişdi. Çox sağ ol. Mən 1-2 həftə idi, yoxsa 10 gün falan sonra normal paylaşımlara başlamışdım. Həm əməkdaşlıq postlarım var idi, həm normal, yəni elədiklərimi paylaşırdım. Hə, eynən durur işə gedir. Biri yazmışdı ki, incimə amma heç atası ölən qıza oxşamırsan. Mən də belə şokdaydım ki, atası ölən qız olaraq mən tam olaraq nə etməliydim ki, sən qəlbən rahatlayasan, yəni rahat olasan. Və əslində dediyim də odur ki, bu birisi mövzuya da bağlanır ki, insanların öz şəxsi seçimlərinə heç bir hörmət yoxdur. Sən hardan bilirsən bu insan tək olanda nə edir, nə vaxt ağlayır, nə vaxt gülür, hisslərini necə yaşayır. Mən məsələn çox əsəbləşəndə başlayıram gülməyə. Ekstra şey olanda. Yəni gəlib indi onu da yoza bilərsən də. Yəni səni qoruyan bir baryerdir də o. Vallahi hərə bir cürdür. Neçə milyard insan var, hərəsində bir fərqlilik var və dayanmadan ona buna əsəbləşmək ki, niyə sən elə döyülsən, niyə sən belə döyülsən, onun adamın özünə ziyan. Bir çərçivəyə salmağa çalışırlar ki, yox sən darıxanda belə eləməlisən, pis olanda bunu eləməlisən. Yaxşı olanda belə eləməlisən, evlənəndə uşaq doğmalısan. Sevdiyin otağa keçək. Bəli, mən də hardan bildim. Ən sevimli otağımdır burada. Həm qardırob otağı kimi istifadə edirik, həm Ayaz bəzən oturur da işləyir, ofis kimi, həm də mənim studiyam kimidir. Burada Ayazın qardırobu var, ümumiyyətlə hissəsi var. hansısa balaca bir Mən çox ədalətli bir insanam. Bu boyda hissəni görürsünüz də. Ayazındır. Görüm. Bu Ayazın şkafıdır. Bir də bunlar. Əməlli başlıdır, əməlli başlıdır. Yeni olan buraxılışda mənə gələn mənfi tək rəylər odur ki, gülürsüz, biraz ağır olun və s. Sən nəsənsə o zanda bəyənməyəm. Özü saxlayacaqsın. Başım bırax. Onsa eyni kommentlər mənim özümə gəlir. Bu ikinci qolaq sənsən. Dedim ki, özümdən fikir sənə gəlmir. Yəni sən daha çox. Aksesuar polkamdır.
Göstər. Ən çox istifadə elədiyin aksesuar hansıdır? Üzərindəkilərdən savayı. Biraz səliqəsizdir, üzürlü sayın. Mənim ən çox istifadə elədiyim sırğalar bunlardır. Çox şirindir. Əlimə atıram, elə bunu taxıram hər. Hə, onlar yenidir. Bəyazdır. Təzə post paylaşıcıyam. Biz birinci göstərdik. Bugün paylaşaram. Siz paylaşana qədər mi görünər? Digər polkalarımızda Digər da var. polkalardan Nəsə var? açılmağa Açabilirik. müsait olanı. Orada polka yoxdur. O şey Burada yalancıdılar. Bunları açmayaq gəl. Açmayaq. Birini açaq məncə. Bu tərəfdən girək ora. Orası sizə özəl təmizləmişəm. Buyurun. İtələyir bunları kənara. Bu boyda geniş sahə ayazın işləməsi üçün. Aç. Bura hazırlaşmışsınız. Hə, Bura mənim polçuqamdır. Hə, bunlar da ayazın. Sənindir. Heç olmaz. Mən özümü çəkmişdim. Bunu çəkirsən də sən bu anı zəhmət olmasa ən birinci bu ilə başlayacağam ki, Mən şkafını açdırmağa icazə verirəm. İzah eləyim. Məndə onsuz da burada şüşəlilər var. Bax, buradan da at. Şüşələri maksimum bacardığım qədər hər gün səliqəli saxlamalıyam deyə, çünki özüm dəli olaram. Bu birisiləri Orada hamısını prosta biz gəlirik deyə divan. nətər gəldi belə tullayırsa. Tamam, Yəni buradan də keçək. haqqıma girməyin də. Bunlar Buradan normal keçək, səliqəli buradan baxaq. görünürlər, hə. Bu Ay, koftiçkalarımdır. Burada kəmərlər var biraz, eynəklər var biraz. Bugün bu eynəkdəydin gördüm. Hə, bu günlər eynəyi çox soyuq idi deyə taxmışdım. Hə, Çünki gözün görsün. Hə, dəşət. Buran da olub açmasam Yox, buranı alınmır. Yaxşı, aç. Donlardır burada. Və yeni açılmalı olan unpacking-i gözləyən çoxlu şeylərdir. Onlar da siz gəlsiz deyə atılıyor içəri və bura çox dərindir əslində. Mən paltar seçəndə içinə girirəm şkafın, əməlli başlı və buracan. İçəri girirsən. Burada gizlənmək olar rahatlıqla. Bir şapka görürəm. Hanı? Ay Allah. Bu nədir? O Moçinin papağı idi. Mamam toxumuşdu ona. Mənə də birini toxumuşdu bir yerdə. Şəklimizi tapsam da ataram. Çox şirin. Vicdandır. Ay Allah. Bunu Tompilik. Ay qıydısın ortada. Unutmuşdum varlığını. çox şirindir. Vicdan qoy burada dursun. Qalsın. Qaz. Qarderobda ən bahalı əşya hansıdır? Hayda, mən belə suallardan Ay yazın. çox qorxuram ki, sonradan o məsələn nəsə danışırsan, hansısa 3 saniyəsini yükləyirlər. Oradan da linçin biri bir köpükdən. Narahat olma. Bir dəqiqə dayan düşünürəm. Gözlə yadıma salım. Bu hansı aksesuar da ola bilər? Belə onu düşünürəm. Yox, aksesuar deyil, çantadır. Çanta. Hə, çantamdır. Selin. Çıxarda bilərik. Təbii ki. Toxuna bilərik. Toxunmaq olmaz. Axşamlar öpüb başımızı. Ən yuxarıya qoyub ki, heç kəs toxunmasın. Tamam. Yox, əslində vəhşi kimi istifadə edirəm. Mən əşyalara ekstra belə deyim də diqqətlə yanaşan insan deyiləm. Ayaz deyir ki, evə gələndə Nigar paltarını elə soyunur ki, elə bil ilan qabıq dəyişir. Bir də geyinməyəcəm. Hələ bir də geyinməyəcəm, bir də istifadə eləməyəcəm. Bunların da dərdini mən çəksəm, daha nə oldu? Nəyəsə cızıq düşəndə çox heyfslənənlərdən deyiləm. Mənim üçün o biraz şey kimidir. Olsun da nəsə yaşanmışıq, hansısa andır da. Cana O deyincə problem deyil məncə. Elə burada da cızığı falan da olsa heç bir problem yox. Nənəmdən qalıb, deyil bu qırmızı. Doğruda. Nənədən qalıb. Hə, nənəmdən qalıb. Ay Allah. Çox Məncə qəşəngdir. ikinci sualıma ucu cavab verdin sən. Çünki ikinci sual o idi ki, mənəvi dəyəri. Məndə belə əşyalar çoxdur. Mənəvi dəyəri. Hə, indi göstərərəm sizə. Bu nənəmdən qalıb məsələn. Və mamamın, atamın əşyaları var. Burada məsələn bu atamın pencəyidir. Sən yadımda onu da geyinirəm. Hə, bu atamın pencəyidir, onu geyinirəm. Və mamamın bir çox pencəklərini, geyimlərini gətirmişəm özümdən və bunların hamısını kombinləyəcəm O, böyük indi ehtimal. Vintage. Elə onun kimi Filmdədir. sayılır da 90-lardan, Hə, 2000-lərdən çox qəşəng qalanlar. görsənir. Belə yəni mənim üçün bunlar hamısı çox dəyərlidirlər. Musiqi rubrikamıza xoş gəlmisiniz. Zəhmət olmasa. Əslində rubrikanın adı Bir də dinləyərdin. Aha. Mən niyəsə naushnikdasan, qulaqcıqdasan deyə elə bilirəm ki, məni eşitmirsən. Daha az eşidirəm əslində məncə. Tamam. Yaxşı ki gəldi. Ay yaxşı. İlk mahnı. Elə ancaq burasını verdim. De hardasan hissəsini bilirdim. De hardasan Yeni hissəsini. çıxıb, 2 həftədir çıxıb. Heç de hardasan hissəsini dinləməmişdən də xoşum gəlmişdi. Amma sırf orası dayanmadan dinləyəcəyim bir şey deyil mənə görə, mənim üçün yəni. Bunu dinləyib keçib sırf de hardasanın özünü dinləyərdim tamamı. Sonra çok yağdı buraya kışlar. Seven insan
Yadına demedim ben sizleri Bir de dinləyərdi. Ben neçə gün bayaqdan bunu zümzümə eləyə aslında izləşdirsən. Dinləyərdi. Cavabım bəllidir. 10 üzərindən 100. 2, 41. Ha, sən saniyəsini də qoy. 100% ki sən. Hazırlıqlı qız deyə. Ya. Parmağın özüyor göresen evini. Ahır gözyaşı çünkü bilir sevini. Bu mahnı ilə bir yerdəymiş, yəni. Hə. Ha, olanı budur, yəni əsli. Hə, əsli. O birisilər kimi sonradan olunan duet deyil. Yo, budur. Ha, cool. TikTok'dan bilirəm o. Dinləyərdim yəqin ki, hə. Dinləyərdim. Həyecanlıyam. Elə bilirəm ki, tələbələr kəsilməyi mənə qalıbdır. Hamını keçirmək istəyirəm imtahanı. Senin sevdiğin vardı zaten. Gösteri başka. Heç də. Kəmalə güləşli gələcək. Ya, elə şeylərlə hazırlaşmamışam. Səni pis vəziyyətə qoymayacağam. Sən hardan bilirsən kim pis vəziyyətdə qalacaq? Dilim, sevməni səni sevim. Mən bu qrupu çox bəyənirəm. Bu mahnısını da eşitmişəm, çox bəyənmişəm. Klipinə də baxmışam, çox bəyənirəm ümumiyyətlə. Hə. Dinləyərdin yenə. Hə, 100%. Hətta yaxşı ki, yadıma saldın, gedəndən sonra dinləyərəm. Növbəti mahnımız. Mahnıları da bilmirəm, yalan deməyəcəm. Amma səsi gələn kimi adam bu moda girir. Dinləyərdin. Yəni Və gedərdi də fonda. Digər musiqimiz 4 gündür ki çıxıb. Mojibo deyil təsadüfən. Dinləyəsi idimi? Açdım səni. Sevdim. Qəşəngdir. Dinləyəcəm sizi. 100% dinləyəcəm. Sənə də güləndə mənim kimi burada batıq əmələ gəlir. Hə. Məndə də burdadır. Bilmirəm indi keçib ya yox. Hə. Buramda olur. Balaca var. Nə bax. Sonuncu Məncə. dinləyərdin. Muduma baxır. Muduma baxır. Dinləyə də bilərdim. Önce Tamara'dan sonra bizi. Burada çox qəşəng bir güzgü görürəm. Elədi. Həm rəsm əsəridir anladığım qədərilə. Yox, Həm də bu xalçadır, əl işidir və güzgüdür. Fidan xanım. Çox Mən qəşəngdir. hazırlayıbdı, çox bəyənirəm və sırf bu güzgüyə görə qalan hər şeyi ayarlamışıq yəni. Çox qəşəng Yəni bura yox görsənir. idi. Buna uyğun çalışdıq. Düzəltməyə. ayazına səs. Bir-birinə tərs baxırlar. Dedin ki, mama seçib bütün şəkilləri. Bütün şəkilləri dedim ki, mama, Sənə gələ güvən- bilmirəm, vaxtım yoxdur. Bir 10-15 dənə şəkil seç. Sənə güvənirəm. Kəşke güvənməsəydim. İlk şəkil. Yağmurçuluq. Bağda. Yayın günündə lütcə bala. Bu hardadır? Bu Hövsandadır. Aa, nə gözəl. Burada neçə yaşım var, Allah bilir. Beş Yazılıb burada 99, 7-yə yaxın yaşım var. 92 sən. Hə. Hə. Hansı oğlan uşağıdır? Məncə səhvən göndərilib. Bir şey. Ay, yo, sırğa var. Ay Allah, hardan da tapıb amma daha yəni bundan sonra bir də sənə ananda nəyə güvənmirsən desələr şəkil seçiminə deyəcəm. Ay Allah. Bu Bu da- şeyləri hə. həmişə sevmisən. Bəli. Bu gəlirdi, oynayırdı ondan. Deməli, bitdi pişiyi idi, küçə pişiyi idi də. Hə, yeməyin filan verdik, başladı tez-tez gəlməyə. Mən də oynatmaq istəyirdim. Bir dəfə necəsə oldu, pantenol dəydi buna. Da qırağına. Bir də gördüm bitləri durub qaçır. Mən də gizlin getdim, gekab pantenolu götürdüm. Mama gəlin xəbəri yox. Pişiyin orasına var püskürtdüm, bitlərin hamısı qaçdı. Bitlərin qaçmağını heç vaxt görmürəm. Şokdaydım. Mama şey elədi ki, bəs pantenol hanı dedim bilmirəm. O sırada pişik. Mama hardasan? Harda lütəm, harda adam arasında çıxmayacaq vəziyyətdəyəm. Çəkdiyi bəz deyil, seçib gətirib bura. Yəni bu da 99-cu il. Həmin yaydı bu. Hövsanda bağ kiralamışdıq. Yoxsa yox. Bu öz bağımız idi. Sonra satdıq. Ha, burada heç Mırıq çox düşən oxşamırsan. Çox topbursan. 98-ci Növbəti il. dəhşət top uşaq olmuşam. Doğruda. Dəhşət top uşaq olmuşam, lap uşaqlıqda. Heç özünə oxşamır. 98 mi? 98 5 yaş yarım. Mama sənə tez-tez saçımı qırxırdı deyəsən. Dəhşət yox. Və bu paltarla mən bir dəfə video paylaşmışdım. 97. Nə qədər izləyicim yazmışdı ki, məndə də bu paltardan var idi, məndə də var idi. Kimdə bu paltardan Var var idi, isə zəhlələr. yazsın zəhmət olsa rəylər. Mən və Katyuşa. Katyuşa. Bir dənə yekə kuklam var idi, ata gətirmişdi Səndən böyükdür Rusiyadan. orada Hə, şey, məndən o böyükdür. kukla.
Oy nə şirinəm ay mən. Çox qorxulu deyə. Çox qorxulu deyə konkret. Yeyən yerdə şəkillər. Bəli, kababla gözləyərdim, amma supla qaşadı. Yenə Lütcə bala şəkil. Mama çox sağ ol. Bütün auditoriyaya məni rəzil elədin. Masallı isti su 2001. Neçə yaşım var? 9 yaşım var. Şəkildən 25 il keçib. Uyda. 98. Ay Allah yenə bırakmış. Mama evdə şəkil qalmamışdı. Ya lüt. Ya lüt ya bırakmış ya da qısa saç. Normal qız. Bulvarda Sən şəkil. oğlan uşağı kimi böyümüsən. Yox, prosta seçimlərinə hörmət edilən bir uşaq kimi böyümüşəm. Bir şey demək istirdim. Sən dedin ki, seçimlərinə hörmət edən bir uşaq kimi böyümüşəm. Mənə qəribə bir, yəni bunu da prosta kimi deyirəm, işte sonra keçəcəyik. Ümumiyyətlə indi Dolça bürcünün ayıdır. Və bir şey fikir verdim ki, Dolça bürcü mənə çox belə müalicəvi gəlir və ümumiyyətlə Dolça bürcünü çox sevirmişəm. Yoldaşım da Dolçadır və bir neçə insan sonra belə puzzle kimi indi hamının adını çıxanda başa düşdüm ki, həkimim Dolçadır, filan Dolça falan. Və tanıdığım ailəsi də oradan da və bu ailəni tanımıram. Bir məsələn Xatyadan eşitdiyim qədərilə onun ailəsi çox yaxşıdır və mən onu soruşanda ki, uşaqlıq travmam falan deyir, mənim heç bir uşaqlıq travmam yoxdur. Deyirəm necə yəni yoxdur. İkinci ağlımdakı ad sən idin ki, yadımdadır səninlə də bir dəfə əyləşib danışanda sən danışırdın və daimi olaraq ananla münasibətin yaxşıdır. İndi hər hansı bir problemlər varsa bu istənilən münasibətdə olur, amma ümumi baza olaraq götürəndə ki, uşaqlığım travma ilə keçməyib və yaxşı keçib. Bir sənin ailəndə, bir Xatyanın və Xatya mənə o gün deyir ki, mamam da papam da Dolça bürcüdür. Mən deyirəm, gərək mən Nigardan soruşum. Onun bəs valideynləri yəqin ki, belə kimsə filanca belə inanmıram belə təsadüf. Mən də nələri açıb görürəm ki, sən mamamın da ad günüymüş. Yəni belə mən açığı travmalı şəkildə böyüdüyümü deyə bilmərəm. Təbii ki, sən demişkən problemlər, o bu. Prosta mənim bu mövzuda öz fikrim var. Ay bu uşaqlıq travması, o travma, bu travma, hər şeyi də travmaya bağlamaq məni bura yığıbdı. Yəni sənin anan da ilk dəfə yaşayırdı, sənin atan da ilk dəfə yaşayırdı. Nəyisə səhv eləmiş ola bilərdi. Onu anlayandan sonra sən hələ də anam mənə travma verdi, atam mənə travma verdi, o travmaladı filan deyə gəzişirsənsə, orada problem sənin özünsən. Ana atanın yaxasını buraxmaq lazımdır məncə bir yerdən sonra. Problemlə yaşamaq istəyən insandır və onu bəhanə istifadə edirlər. Məncə o da həmdən travma istifadə edən demirəm. Təbii ki, başqa levellarda problemlərə bir söz deyə bilmərəm. O tamam ayrı bir şeydir. Amma hər xırda detaldan ötürü ananı, atanı məsuliyyət da cəlb eləmək, dayanmadan onların boynundan yıxmaq və siz məni travmalı uşaq kimi böyütmüsünüz demək biraz mənə qəribə gəlir bu yaşa çatanda. Ən azından 30 keçəndən sonra. Özün bəs hal-hazırda aktualdır da, sən də dediyin kimi bu mövzu indi açıldı deyə bu sualı verirəm. Astroloq, numeroloq, terapiya, hər hansında bir qoşulmusan, hər hansı getmisən? Hə, mən fərqli seanslara da getmişəm. Nə bilim, bu astroloq, xəritə, analiz, terapiya eləmişəm hər birini. Maraqlı da gəlib, əyləncədir məncə. Məsələn, indi də qızlarla yığışsaq nəsə eləyərəm, amma dəhşət belə... Yox, qızlarla yığışsaq, mən sənin bürcümü soruşdum, sən mənim bürcümü soruşdun kimi deyil. Bildiyimiz terapiya və məsələn də gəlirlər deyirlər ki, super astroloq var, davay. Gəlin bir yerdə yoxlayaq məsələn. Əyləncəsinə eləyərəm, amma mən ondan heç nə ummuram. Heç, yəni ona mən planlarımı, istəklərimi onunla tənzimləmərəm. Sərhədləri olan insansan və bu mənə maraqlıdır ki, uşaqlıqdan səndə var, yoxsa zamanla özünə mənimsədiyin bir xüsusiyyətdir? Mən ümumiyyətlə uşaq vaxtı çox qorxacaq, tam sözünü deyə bilməyən olduğumu xatırlayıram. Məsələn, hər hansı bir konfliktdə tez arxaya çəkirdim. Səbəbi də var əslində. Çünki mənim atam dəhşət davakar deməyim, tez alovlanan biri idi. Qoç. Tez alovlanan biri idi və məsələn haqlı olurdu çox vaxt və haqlı olduğu yerdə amma dalaşa eləyirdi deyə mən qorxurdum, çəkilirdim. Ona görə də mənim heç vaxt vecimə deyildi də sərhədimi qoruyum. Tək dala çəkilim, məsələ bitsin, getsin. Amma zamanla özüm artıq məsələn oxumağa getdim, tək yaşadım. Biraz orada sakitləşdim. Sonra iş həyatına başladım. Əsas məsələ mən iş həyatında çox necə türklər demiş törpüləndim. Gerçəkləri görməyə başladım deyə düşünürəm. Çünki yenə deyirəm, həm çox gec yetişən biri olmuşam. Yaşlarımdan çox geridən gəlmişəm. 5-6 yaş deyə bilərik. Həqiqətən bunu indi də hiss edirəm və çox saftirik olmuşam. Yəni hər deyilənə inanan, hər şeydən qorxan, dala çəkilən zamanla məncə bu oturuşur. İnsanlar
məni məcbur eləməsəydilər, mən hələ də sərhəd qorumazdım. Amma artıq bir yerdən sonra sən də yorulursan, sənin də enerjin tükənir. Bir adım dala çəkildikcə onlar da ayda sənin üstünə gəlirlərsə, sən artıq başlayırsan ifadə eləməyə və anlayanda ki, normal olan budur, bu heç bir belə deyim, yanlış bir davranış deyil, daha rahat olursan və daha da belə sözü deyə bilirsən. Uşaqlıqda sən deyirsən ki, atamın xəssiyyəti elə idi və elə olmasaydı, səncə o vaxtdan o formalaşardı, yoxsa onun Bəlkə də formalaşa bilərdi. Çünki yenə deyirəm, mən nəsə olanda təsəvvürlü bir hadisə olur, mən tez ört-basır eləməyə qurtarmaq istəyirdim ki, ataya çatsa aləm dəyəcək bir mənə bağlı yox. Həvəsə də kim mesaj eləyəcək? Ya, çəkilin o yana. Mən onun heç kimdən davası düşməsin deyə həmişə arxaya çəkilirdim ki, ayda nə olar yola verək, ayda nə olar bu yola verək, xahiş edirəm, dava eləmə onlardan, boş ver. Ya bunun üçün həmişə boş vermişəm. Maraqlıdır ki, influencer olaraq necə başlamışsan və ilk qazancın necə olub? İlk əməkdaşlığın, ilk iş birliyin necə olub? Mən ümumiyyətlə səhifəni 2018-dən açıq işlədirdim. Dəhşət belə sürətlə artmırdı, yavaş-yavaş artırdı. Daha sonra evlilik təklifi, zaks, toy dərkən, toy rəqsi filan birdən-birə izləyici sayım artmışdı o dönəm 2019-da. Yəni məncə mənim profilimi çox insan toyumuzdan Sənin toy rəqsindən. Oradan başlayıbdı əsas, belə Oradakı o deyim. xalaların baxışları sənə. Xalalar necə prosta baxırdılar. Çox adam ona fikir vermişdi, yazırdılar ki, arxadakı xalalar olmasa deməzdim biz də Azərbaycan toyudur falan. Və ilk qazancım influencerlıqdan əməkdaşlıq. Elə 2019-un axırı idi. Mən bir şirniyyat brendi ilə, Türk şirniyyat brendi ilə əməkdaşlıq eləmişdim. 2 post, 2 story anlaşmışdıq. Bir həftə içində paylaşıma. Bu əslində çox motivasiya sevincimdən bitər olmuşdum yəni. Çox motivasiya mövzusudur ki, yəni neçənci ildə ilk 2019-un axırı, dekabrında. Əslində 2018-də başlamısan və 2019-da artıq iş birliyin var idi, əməkdaşlığın var idi. Çox yaxşı bir nəticə. O dönəm üçün məncə ümumiyyətlə çox yaxşı idi. İndi biraz daha birdən-birə səhifəni qaldıra bilmək olur, çox yaxşıdır. Və qısa müddətdə də belə deyim də monetization eləmək olur. Əməkdaşlıq olsun, nəsə olsun. O vaxt sanki biraz daha yavaş idi. O dönəmə görə yenə də yaxşı idi məncə. Məncə o vaxtın müsbət tərəfi onda idi ki, profili açıq olan insanlar az idi. Ona görə nə də paylaşılsa, istər-istəməz marağa səbəb olur. Nə bilim, evlilik təklifi olurdu. Fərqli nəsə olanda. Hamı axtarırdı ki, bu love story-də kim çəkilib, onların videosunu. Hər dönəmin öz trendi var da məncə. İndi amma konkurensiya çoxdur. Mənə çox maraqlıdır ki, sənin gündəlik, həftəlik iş planın və rejimin necədir? Çünki burada bir məqamı qeyd etmək istəyirəm. Biz Nigargilə yəni planlaşdıranda ki, çəkilişlər olsun. Nigar dedi ki, mən 6 bazar işləmirəm və arzu olunandır ki, 6-ya kimi nə işimiz varsa bitirək. Altdan 2 dəqiqə üçün keçib çıxırıq. Hələ utanmazsanız kebab qonaqlığı istəyir məndən. O burada görürsüz də 8 ilimizin xərcət birlikdə başlamışıq amma dedi ki, yəni həmin günləri mən çalışmıram, işləməməyə çalışıram. Mənə əvvəl belə qəribə gəldi, çünki biz elə bilirik ki, bizim heç bir iş mühitində, ofis mühitində çalışmayan insanların sanki heç bir qrafiki yoxdur və onları 24/7 narahat eləmək olar. Sonra beynimə bu çox gözəl oturdu bir puzzle kimi və düşündüm ki, özünə və gördüyü işə hörmət qoyur ki, belə bir özünə vaxt ayırıb ki, bu mənim iş saatımdır. İşinə doğrudan iş kimi yanaşır, hobbi kimi yox ki, ara bir nəsə çəkirəm və ya nəsə. Xeyr, mənim iş saatım var. Bu saatlarda necə ki, ofis işçisi işləyir, mən də işləyirəm. Deyim ki, pul versəydiniz, həftə sonu gələ bilərdiniz. Həftə sonu harda çəkilişdə olacaq, baxacağıq. Gəldik yanıma, tufan, boran, Vallahi qarqış demədən. Mən ümumiyyətlə planlı insanam və planlı olmağı sevirəm. Bundan zövq alıram. Və işlərimi də əvvəldən planlayıram hər zaman. Ki, məsələn, hər hansı bir çəkilişim olacaqsa, mən çox çalışıram ki, həmin günə heç vaxt 2 çəkiliş salmayım və ya 2 görüş salmağa çalışıram. Bacardığım qədərilə. Çünki bu işi görəndə zövq də almaq istəyirəm. Qaça-qaça heç sevmirəm. Çünki mən qaça-qaçlı bir insanam. Yenə deyirəm, həyəcanlı, narahat insanam. Onsuz da mən ona meyilliyəm. Ona görə mən adətən bir önəmli iş bir günə salıram. Həftə sonu və 6-dan sonra da çəkiliş istəməməyimin səbəbi odur ki, əsasən Ayazın boş vaxtları o vaxtlardır əsasən. Səbəbi odur ki, ailə ilə vaxt keçirmək.
dincəlirsən, beynin rahatlayır. Mən işdən də çox zövq alıram. Yəni məsələn, birinci günü gözləyirəm ki, gəlsin, onu eləyək, bunu eləyək, ondan danışaq, bu iş həll olunsun. Əslində məncə həm də sən gözləyirsən ki, birinci gün başlasın, mən gözəl həftə olsun. 24/7 çalışsan, həm öz işvə hörmət qoymuş olmayacaqsan, həm digərləri də yanaşma olacaq. Ona görə yəni bunu özüm üçün bir yana bir yazdım, mütləq şəkildə ki, tətbiq eləməyə çalışacağam. Ən azından çalışacağam. 5 il sonrakı Nigar nə ilə məşğuldur? Hardadır? Harda yaşayır? Ətrafı kimlərdir? Nəyi sevir, nəyi sevmir? Mən hər dəfə bu suala öz aramızda da danışanda yadıma düşür ki, ilahi 5 il əvvəllə indiki arasında nə qədər fərq var. Yəni heç düşünə bilməyəcəyim bir həyatdayam, yəni. Düşünə bilməyəcəyim deyəndə ay çox yaxşı, çox pis nəzərdə tutmuram. Sadəcə olaraq düşünmədiyim bir həyatdır. Çox fərqlidir. Ona görə də bundan sonraki 5 ili ağlımın ucu belə gətirmir ki, görəsən harda olacağam. Amma ümid edirəm ki, çox yaxşı yerlər olacaq. Bol səyahətli, xoşbəxt, sağlam. Yəni İnan mənim üçün həqiqətən bunlar önəmlidir ki, sağlamlıq və daxili huzur. Heç kimlə ötüş dərdim olmadan, ancaq özümə fokuslandığım, çox sağlam şəkildə hər günümün dadını çıxartdığım həyatımın davamını istəyirəm. Amin. Amin. Səni bağrıma basıram. Thank you. Çox sağ ol. Şəkər. Nə var? Sizi paylaşıb linç elətdirəcəm. Deyəcəm, məndən icazəsiz evimə gəlib çəkiliş eləyirlər. Bilmiyorum. Qasını eləyirəm 30.000. Varmı artdıran? Gəl belə eləyək. Bu videonun bir ay ərzində 30.000 izləyicisi olsa, səndən bizə qonaq, kabab qonaq. Nətər olurum? Gəl çıxmasın, mənə nə 30.000 olur, ya 50.000 olur, istəyirlər 1 milyon olsun. Kimə qonaq? Görsən. Yox, mən burada film nədir, ay bacı? Danışlıq hekayəmizi bilsən. Biz əslində illər əvvəl, 2019-cu ildə 18. Onda 3000k izləyicim vardı. Təqribi belə yadımdadır. Və bizim Pantin işbirliyimiz olub, o yadımdadır. Görüşümüz yadımdadır. İlk işbirliyim olub mənim. Orada prosta şey yoxdur. Amma ilk işbirliyi yadımdadır ki, sən demişdin ki, ilk işbirliyi bizim... Ay Allah, gördün. Ay Allah, sevinə. 3 xanım ağlımda qalmışdı ki, çox qəşəng mənə gəlmişdi. Kimlər? Biri sən idin. O heç onu deyirəm. Əsas o da onu deyirəm ki, yəni yadımda idi ki, ora 300-dən çox xanım gəlmişdi və sənin dişində qaş var idi. Mən çox belə qəribə gəlmişdi ki, ilk dəfə belə bir şey gördüm. Mən çox bəyənirdim. Onu bir 15 il oldu sənə yaraşırdı. Bir qəşəng qızdı. Ay, thank you. Bir demiş. Bir fikrin gəlmişdi. Biraz kat eləyib şey eləyərsiniz, qeybətə girişdilər.